Salam aleyküm değerli izleyicilerim. Sizleri Cəlilabad rayonunun Közbulaq kəndindən salamlayıram. İnşallah bugün Cəlilabadın dağ təpələrini gəzməyə çıxmışıq. Gözəl mənzərələrlə də rastlaşmışıq, ancaq çox görəldən hadisələrlə də qarşı-qarşıya gəlirik. Heyf bir gözəl məkanlarımız, gözəl kəndlərimiz demək olar ki boşalıb. Cəlilabadın dağ kəndlərinə uzanan yollar bizə təkcə təbiətin ecazkar gözəlliyi ilə yox, həm də dərin bir həqiqətlə qarşılaşdırdı. Dağlar əvvəlki əzəmətindədir. Meşələr öz nəfəsini qoruyur, bulaqlar yenə axır, külək yenə zirvələri dolaşır. Təbiət dəyişməyib, dəyişən insan izləridir. Bir vaxtlar həyətlərindən uşaq səsi gələn evlərin çoxu indi xarabalığa çevrilib. Bağ qapıları bağlıdır. Pəncərələr illərin yorğunluğunu daşıyır. Həyatın qaynadığı kəndlərdə indi sakitlik hökm sürür. Bu torpaqlar vaxtilə zəhmətin, ümidin və ailə ocaqlarının ünvanı idi. İndi isə çox ev öz sahibini gözləyir. Sanki daşlar da, ağaclar da o günlərin geri qayıtmasını arzulayır. Sərhəd boyu irəlilədik. Közbulaq kəndinə çatanda qarşımızda başqa bir mənzərə açıldı. Uzaqda Cənubi Azərbaycan kəndləri görünürdü. Arada cəmi bir sərhəd vardı. Eyni dağlar, eyni səma, eyni həsrət. O an insan anlayır ki, sərhədlər xəritədə çəkilir. Amma yaddaşın, doğmalığın və həsrətin sərhədli olmur. Bugün bu yolda yol bələdçimiz, yol yoldaşımız, Məsud qardaşımızdır. Bu iki əziyyətin bizə halal eləsin. Çox əziyyət verdi. Bizlə bərabər bizə bu gözəl yerləri göstərdiyinə görə, bugün bizə yaşatdığına görə ona təşəkkürümüzü bildiririk. Mən üçün çox xoşdur. Yol yoldaşlığı eləyənlər iki şəhid ailəsi yoxdur. Biri dostumuz, ailəvi dostumuz. Əməliyyat şəhidi Rəşad Qəmbərlinin anası, atası İlhamı bacı ilə Əbzamin dayı. Biri də şəhidimiz İlham qardaşımızın babası. Yenə İlhamı bacının qardaşı oğlu Nadir əmi evində bizi qonaq elədi. Mənə görə bu günümüz çox məhsuldar keçdi. Çox yadda qalan keçdi. Bugünə görə hər iki şəhid ailəsinə təşəkkürümü bildirirəm. Allah onlara səbir versin. Allah balalarının ruhun bizə, elimizə, obamıza, vətənimizə duası eləsin inşallah. Sizler de cansınız, şərəf verirsiniz. Bu səfər bizə bir daha xatırlatdı ki, kənd təkcə evlərdən ibarət deyil. Kənd xatirədir, ocaqdır, insan nəfəsidir. İnsan olmayanda ən gözəl mənzərə belə yarımçıq görünür. Ümid edirik ki, bu dağ kəndləri yenidən öz səsinə qovuşacaq. Ocaqlar tüstülənəcək. Həyətlərdə uşaqların gülüşü eşidiləcək. Və bu torpaqlar yenə əvvəlki kimi yaşayacaq. Çünki kənd yaşasa, yurd yaşayar.